Heç fikirləşmisiniz ki, bir xəstəliyin adı özü müalicədən daha çox çaşqınlıq yarada bilər? Bəs əgər süd vəzi xərçəngi üçün istifadə etdiyimiz terminlər təhlükəli dərəcədə köhnəlibsə və bu insan həyatına təsir edirsə, gəlin birlikdə süd vəzi xərçənginin adlandırılmasına tamamilə yeni bir gözlə baxaq. Bu, bəlkə də saysız-hesabsız insanın həyatını xilas edə biləcək bir yanaşmadır. Bugün sizinlə bu hekayəni addım-addım açacaq. Əvvəlcə mövcud diaqnozun yaratdığı çaşqınlığa baş vuracaq, sonra qəribə də olsa prostat xərçəngindən nə öyrənə biləcəyimizə baxacağıq, oradan xərçəngin 3 fərqli başlanğıc nöqtəsini kəşf edəcəyik, həkimlərin bunları əslində necə gördüyünü öyrənəcəyik və ən vacibi, doğru adın həyatla ölüm arasındakı fərqi necə yaratdığını anlayıb, gələcək üçün daha aydın bir yol axtaracağıq. Elə isə başlayaq. Gəlin problemin düz ürəyinə enək. Bütün bu çaşqınlığın mərkəzində dayanan bir termin var, duktal karsinoma. Problemin kökü elə buradadır. Təsəvvür edin, iki fərqli insana eyni diaqnoz qoyulur, duktal karsinoma. Amma birinin 20 il sonra sağ qalma şansı 95% olduğu halda, digərinin şansı cəmi 66%dir. Necə ola bilər ki, eyni ad bu qədər fərqli iki taleyini ifadə etsin? Bu, sadəcə bir adlandırma səhvi deyil, bu, bütün təsnifat sistemimizin kökündə yatan dərin bir qüsurun siqnalıdır. Və ən maraqlısı odur ki, bu heç də yeni bir problem deyil. Baxın, hələ 1905-ci ildə, bir əsrdən də çox əvvəl, həkim J.C. Warren bu çaşqınlığı dəqiq şəkildə ifadə etmişdi. Bu o deməkdir ki, biz 100 ildən artıqdır ki, eyni qeyri-müəyyənliklə yaşayırıq. Yaxşı, əgər problem bu qədər köhnədirsə, bəs çıxış yolu haradadır? İnanılmazdır, amma cavab tamamilə fərqli bir yerdən, prostat xərçəngindən gələ bilər. Gəlin görək onların sistemi bizə necə bir aydınlıq gətirə bilər. Bu mikroskopik görüntülərə baxanda heyrətamiz bir şey ortaya çıxır. Süd vəzi və prostat toxumaları sanki bir-birinin əkizidir. Hər ikisi də bədəndə maye istehsal edən kiçik zavodlar kimidir. Və bu fundamental oxşarlıq problemin həlli üçün bizə çox vacib bir ipucu verir. Prostat xərçəngində sistem çox sadə və məntiqlidir. Xərçəng harada başlayırsa, adı da odur. Ya maye istehsal edən kiçik hüceyrələrdə, yəni asinuslarda, ya da mayeni daşıyan daha böyük kanallarda, yəni duktuslarda. Asinar və ya duktal. Vəssalam. Bu qədər sadə. Və bu qrafik, bu sadə fərqin niyə həyati olduğunu açıq-aydın göstərir. Yuxarıdakı mavi xətt asinar mənşəli xərçəngdir, proqnozu daha yaxşıdır. Aşağıdakı xətt isə duktal mənşəli xərçəngdir, xeyli daha aqressivdir. Yəni, xərçəngin başladığı yer birbaşa xəstənin gələcəyini müəyyən edir. İndi isə gəlin prostat xərçəngindən öyrəndiyimiz bu super sadə və məntiqli mənşəyə görə adlandırma modelini götürək və onu süd vəzi xərçənginə tətbiq edək. Görək eyni aydınlığı burada da əldə edə bilərikmi? Amma başlamazdan əvvəl səhnənin əsas qəhrəmanı ilə tanış olmalıyıq. Terminal, duktal lobulyar vahid, yəni TDLV. Bunları südün əmələ gəldiyi kiçik fabriklər kimi düşünün və ən əsası odur ki, süd vəzi xərçənglərinin böyük əksəriyyətinin başlanğıc nöqtəsi məhz buradır. Bu məntiqə əsaslanaraq 3 yeni aydın ad ortaya çıxır. Birincisi, ən çox rast gəlinən, o kiçik süd istehsal edən vahidlərdən başlayanlar SVA, yəni süd vəzinin asinar adenokarsinoması. İkincisi, südü daşıyan əsas kanallardan başlayan daha təhlükəli növ, SVDA, yəni süd vəzinin duktal adenokarsinoması. Və nəhayət, dəstək verici toxumadan yarananlar SVA-mix. Hər ad birbaşa xərçəngin ünvanını göstərir, çaşqınlığa yer qalmır. Bu diaqram bizə dərhal böyük mənzərəni göstərir. Görürük ki, süd vəzi xərçənglərinin 4/3-ü, yəni 75%-i əslində daha az aqressiv olan SVA növüdür. Bu, müalicə strategiyaları üçün çox vacibdir, çünki bu o deməkdir ki, bəlkə də bəzi xəstələri həddindən artıq, bəzilərini isə əksinə, kifayət qədər müalicə etmirik. Yaxşı, bütün bu nəzəriyyə kağız üzərində əla səslənir. Bəs praktikada necə? Həkimlər mammoqrama və ya mikroskopa baxanda bu fərqli xərçəng növlərini həqiqətən də ayırd edə bilirlərmi? Gəlin SVA ilə başlayaq. Soldakı mammoqramda o əzilmiş daş kimi görünən kiçik nöqtələr qrupunu görürsünüz. İndi sağdakı mikroskop görüntüsünə baxın. Mükəmməl uyğunluq. Bu, xərçənglə dolu olan həmin o kiçik süd istehsal edən vahidlərdir. Yəni, rentgen görüntüsü birbaşa bizə xərçəngin ünvanını pışıldayır. İndi isə SVDA-ya baxaq.
Tamamilə başqa bir aləm. Mammoqramda, solda, sanki kimsə kanalların içini maye metalla doldurub. Çünki sağda gördüyünüz kimi xərçəng o qədər aqressivdir ki, özü üçün yeni xərçəngli kanallar yaradır. Bu tamamilə fərqli bir davranışdır. Və nəhayət SVMX. Burada isə heç aydın bir kütlə yoxdur. Daha çox toxumanın normal naxışının pozulması kimi görünür. Sanki kimsə onu içərdən dartıb büzüşdürüb. Bu da onun bir topa şəklində yox, dəstək verici toxumanın lifləri boyunca yayılmasından irəli gəlir. Yaxşı, bütün bu texniki detalları bir kənara qoyaq, gəldik hekayəmizin ən həyəcanlı və ən həyati hissəsinə. Bütün bu adlandırma fərqinin real insan həyatları üçün mənası nədir? Bu qrafik həqiqətən də çox təsirlidir. Yaşıl xətt tək başına olan SVY xərçəngini göstərir. Baxın, 24 il sonra sağ qalma nisbəti 93%. Fantastik nəticədir. Lakin həmin xərçəngə kiçik bir aqressiv SVY komponenti qarışanda nə baş verir? Baxın o çəhrayı xəttə. Sağ qalma nisbəti bir anda 62%-ə çökür. Yəni, o təhlükəli komponenti düzgün adlandırmaq və tanımaq həyatla ölüm arasındakı fərq ola bilər. Və bu son qrafik hər şeyi yekunlaşdırır. Bütün xəstələri yeni sistemə görə qruplaşdıranda 3 dənə tamamilə fərqli sağ qalma yolu görürük. Yuxarıdakı mavi xətt SVA, aşağıdakı qırmızı və qara xəttlər isə SVDA və SVMX-dir. Bu vizual bir sübutdur. Artıq aydındır ki, biz eyni xəstəliyin fərqli formalarından yox, fərqli mənşəyə və fərqli proqnoza malik 3 ayrı xəstəlikdən danışırıq. Bütün bu məlumatların işığında gəlin irəliyə doğru yolumuzu müəyyən edək, bu yeni təsnifat sistemi bizə hansı qapıları açır? Yaxşı, bəs bütün bunların mənası nədir? Birincisi, daha dəqiq diaqnoz. Xəstəliyi əsl mənşəyinə görə adlandırırıq. İkincisi, həkimlər mammoqrama baxıb proqnozu daha yaxşı təxmin edə bilirlər. Və ən əsası, bu fərdi müalicə deməkdir. Daha az aqressiv olan suvanı həddindən artıq müalicə etməmək və daha təhlükəli suva və SVMX növlərinin lazım olan aqressiv müalicəni almasını təmin etmək. Yəni, hər kəsə eyni köynək prinsipi bitir, hər kəsə öz ölçüsündə dövrü başlayır. Və beləliklə, sizi bir sualla baş-başa buraxırıq. Bir xəstəliyin adını dəyişmək kimi sadə bir hərəkət, diaqnozdan müalicəyə qədər hər şeyi dəyişdirərək daha çox insanın həyatını xilas etməyin açarı ola bilərmi? Bugün gördüklərimiz göstərir ki, cavab çox güman ki, bəlidir.